Mən Mustafa, Push30 şirkətində software engineer vəzifəsində çalışıram. Ən sadə dillə trade-off, engineerlə trade-off mövzusunda çıxış edəcəm. Sadə dillə belə deyək, biz bir proyektə başlayanda bütün belə engineerlə mühəndislər bütün internetdə gördüyü best practice-ləri layihəyə tətbiq eləyir və bu layihəyə tətbiq etdikdən sonra layihə şişir və layihənin deadline-ı gecikir. Yəni əslində biz çalışmalıyıq ki, maksimum dərəcədə ilkin variantda sadə tutaq, daha sonradan isə layihə təhvil edildikdən sonra və ya layihə müəyyən bir gəlir əldə etdikdən sonra o üstün gördüyümüz praktikaları burada tətbiq edək bu formada. Mən necə edirəm? Layihəyə başladıqda maksimum dərəcədə kodları oxunaqlı yazmağa çalışıram, amma hard work arxitektura qurmağa çalışmıram ki, biznesə bu layihəni vaxtında təhvil verim. Daha sonradan isə biz buna technical debit deyirik. Daha sonradan isə biznesdən xahiş edirik ki, bizə 1 ay, 2 həftə müəyyən bir vaxt ayırın ki, biz artıq arxitekturanı qurmağa çalışaq və technical debit dediyimiz borclarımızı bağlayaq. Amma burada bir nüans var ki, bəzən developerlarımız, mühəndislərimiz mükəmməl olmağa çalışır. Proyektin feature-ını çatma vaxtı 2 həftədirsə, engineer ağır bir arxitektura qurur və həmin o arxitekturanın içərisində boğulur və 2 həftə yox, aylarla bu feature-ı təhvil verə bilmir. Bu da təbii ki, biznesin ziyanına gedir. Biz nə etməliyik? Biz də mühəndis olaraq çalışmalıyıq ki, biznes də qazansın, mühəndis də öz işini doğru görsün.